Özəlləşdirmə çeklərini satmayıb ümidlə saxlayan bacılar və qardaşlar, özəlləşdirmə çekləri qrupunun nümayəndələrinin xahişi ilə sizə bugün vacib 2 şad xəbəri çatdıracağım. Axırda deyəcəyim xəbər sizi şok edəcək. 30 may 2025-ci il tarixində özəlləşdirmə çekləri qrupu nümayəndələri tərəfindən hüquq pozuntuları barədə olan ərizə və vəsatəti Məhkəmə Hüquq Şurasının sədrinə və Ali Məhkəmə hakimlərinə göndərdilər. Qrup adından Ali Məhkəmə işə baxarkən Bakı İnzibati və Bakı Apellyasiya məhkəmələrinin yol verdiyi kobud və ciddi qanun pozuntularının nəzərə alınması, 700 iddiaçının və 3500-dən çox vətəndaşın üçüncü şəxs kimi şikayətçi olduğu bu Ali Məhkəmənin gedişinin Məhkəmə Hüquq Şurası tərəfindən nəzarətdə saxlanılması xahiş edildi. Və ən əsası, Əmlak Komitəsinin öz-özünü inkar və biabır edən, məhkəmələrin xəyanətini təsdiq edən yeni rəsmi sənəd onlara göndərildi. Bu barədə axırda deyəcəm. Diqqətlə qulaq asın və paylaşın. 40 min manat kompensasiya üçün adlarının siyahıda olduğunu yoxlamaq üçün siyahını bir-birinizə göndərin ya da Ali Məhkəmənin qəbul şöbəsindən öyrənin. Yorulduq deməyin. Haqq və ədalət üçün yorulmadan mübarizə aparmaq lazımdır. Dostlar, cənab prezident hüquqşünas deyil. Cənab Prezidentin etibar etdiyi oliqarx məmurların, deputatların, hüquqşünasların və məhkəmə hakimlərinin konstitusiya və qanunların pozması faktlarını, hüquqi səhvləri aradan qaldırmaq əvəzinə prezidentdən gizlətməsi və şifahi sözlə deyilmiş yalan əsasında məhkəmə qərarı çıxarması cənab prezidenti və xalqa qarşı cinayətdir. Sizə xüsusi olaraq bildirmək istəyirik ki, vətəndaşların Ali Məhkəməyə kollektiv müraciəti əsasında Ali Məhkəmədən 14 iyun 2023-cü ildə verilən cavab məktubunda pozulmuş insan hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublika Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1-7 bəndlərində nəzərdə tutulmuş məsələlərin həll edilməsi üçün şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının vacibliyini yazmışdı. Lakin hələlik heç bir məhkəmə bunu etmədi. Konstitusiya və qanunlara əsasən mülkiyyət hüququ və ondan istifadə heç bir zaman fərmanla məhdudlaşdırıla bilməz. Qanunların və konstitusiyanın bu cür pozulması cinayətdir və korrupsiya cinayəti halı hesab olunur. Heç bir fərman və hətta heç bir qanun, konstitusiyon əsas olmadan vətəndaşların hüquqlarını nə məhdudlaşdıra, nə də ləğv edə bilməz. Hüquqları pozan qanunvericilik aktları isə heç vaxt geriyə tətbiq oluna bilməz. Dostlar, hamı dövriyə, tədavül və tədiyyə nə olduğunu bilməlidir. Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni satıla və banka girov qoyula bilər. Özəlləşdirmə pay çeklarının başqa qiymətli kağızlardan üstün cəhətlərindən biri də odur ki, onlar birincili olaraq yerləşdirildiyi andan qanunla dövriyyədə bütün özəlləşdirmə dövrü üçün dövlət investisiya fondları yaradılana qədər və 3 illik tədavül vasitəsi kimi istifadə olunması birbaşa tənzimlənib. Özəlləşdirmə payları çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu ən çox investorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Diqqət edin, ancaq özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyyə vasitəsi idi. Özəlləşdirmə qanunlarının icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə pay çekları haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Yəni tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. 1993-cü il 445 nömrəli qanunun maddə 19. İmperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq. İnvestisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Ulu öndər Heydər Əliyevin kapitalizmə ədalətli və dinc keçid üçün dövlətin ən kasıb vaxtında xalqa vəd etdiyi tarixi sosial ədalət siyasətini pozaraq, qanunla qoyulan qaydanın tam əksi olaraq oliqarx məmurlar cənab prezidentin etibarından sui-istifadə edərək
22 iyun 2010-cu il tarixli 283 nömrəli fərman ilə ikinci dövlət proqramında orta və ya iri dövlət müəssisələri səhmdar cəmiyyətlərin 70%-ni özəlləşdirmə çekləri ilə ödənilməsini tənzimləyən 5.8-ci bəndinə özəlləşdirmə paylarının çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarında satılması barədə bənd əlavə edərək konstitusiya və qanunlara tam zidd olaraq öz cinayətlərini leqallaşdırmağa çalışmışdır. Eyni zamanda 2000-ci ildə fərmanla qəbul olunmuş dövlət özəlləşdirmə proqramının ilk redaksiyasının 7.2 və 7.4-cü bəndində deyilirdi ki, döçləri dövriyyədən çıxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq. Göründüyü kimi burada tədavüldən deyil, dövriyyədən çıxarıldıqdan sonra deyilir. Çünki döçləri dövriyyədə qaldığı müddət ərzində qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. 22 iyun 2010-cu il tarixli 283 nömrəli fərmanla bu bəndləri dəyişdirilib. Əvəzində hüquqi terminlərlə manipulyasiya edilərək konstitusiya və qanunların kobud pozuldu və özəlləşdirmə çekləri dövriyyədən deyil, tədavüldən çıxarıldığı halda yazıldı. Beləliklə, öz cinayətlərini leqallaşdırmaq istəyən oliqarx məmurların özəlləşdirmə çeklərini dövriyyədən çıxarmadan qanunla 65% vətəndaşlara aid olan orta və iri dövlət əmlaklarını su qiymətinə öz çekli pulları ilə özəlləşdirilməsi 16 ildir davam edir. Bu isə konstitusiya, qanunların və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Əgər dövlət qanunla əmlak payı kimi təminat olaraq verdiyi çeklərin üzərində aydın yazılıb, özəlləşdirmə pay çekləri ilə özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-i xalqa vətəndaşlara məxsus dövlət əmlaklarını pulla satmaq istəyirsə, konstitusiyaya və qanunlara əsasən mülkiyyət hüququ olan özəlləşdirmə pay çeklərinin dəyəri əvvəlcədən ödənilməlidir. Bu hüquq pozuntusu cənab prezidentin etibarından sui-istifadə edən oliqarx məmurların və hüquqşünasların cinayəti və hiləsidir. Qanunla özəlləşdirmə pay çeklərinin dövriyyədə tədavül müddətinin fərmanla məhdudlaşdırılması, onların qanun, konstitusiya və beynəlxalq hüquqla müəyyən olmuş mülkiyyətdən istifadə hüququnu, yəni dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsini heç bir halda məhdudlaşdıra bilməzdi. Yəni dövriyyədə olduğu müddətdə özəlləşdirmə çekləri qanunla həmişə ödəmə tədiyyə vasitəsi kimi istifadə olunmalı idi. Göründüyü kimi dövlət özəlləşdirmə çekləri qanunla verilib. Mülki məcəllədə mülkiyyət hüququ verən qiymətli kağız olduğu ancaq aydın yazılıb. Bu isə o deməkdir ki, sonradan qəbul olunan heç bir qanun və ya fərman bu çeklər verilən zaman qüvvədə olan qanun qaydalarını konstitusiyaya zidd olaraq nə məhdudlaşdıra, nə də ləğv edə bilər. Lakin apellyasiya məhkəməsi qanun və konstitusiyanın pozuntularını sübut edən bu hüquqi faktları da araşdırmadı. Hamı bilməlidir ki, mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384-cü maddəsində deyilir ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Yəni bu problem məhkəmələr tərəfindən həll edilənə qədər 20-30 il keçsə də qanun və konstitusiya pozuntusu həmişə mütəşəkkil korrupsiya cinayəti sayılacaq. Heç kim özəlləşdirmə çeklərini satmasın. Ən əsas məsələ ondan ibarətdir ki, bu problem ölkə daxilində öz həllini tapmasa, vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə və Birləşmiş Millətlər Təşkilatının komissiyalarına müraciət edəcəyi qaçınılmaz olacaq. Bu isə dövlətçiliyimizin və cənab prezidentin imicinə ziyan vurmaq istəyən oliqarx məmurların xəyanətidir. Bu səbəbdən ölkə daxilində bu problemin tam araşdırılması və səhvlərin aradan qaldırılması çox vacibdir. Məhkəmə Hüquq Şurasından xahiş etdik ki, bu hüquqi səhvlərin aradan qaldırılması üçün işin ölkə daxilində düzgün araşdırılmasına nəzarət və köməklik etsin. Və xahiş etdik ki, göstərilən hüquqi məsələlər xüsusilə aşağıdakı sualların araşdırılması təmin edilsin. 1. Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi əmlak məsələləri Dövlət Komitəsi tərəfindən dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün qanunvericiliklə bu işə səlahiyyətli olan dövlət orqanlarına rəsmi müraciət edilibmi və edilibsə nə vaxt edilib? 2. Qanunvericiliklə buna səlahiyyətli və cavabdeh olan dövlət orqanı tərəfindən dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxardılıb mı? 3.
Əgər dövriyyədən çıxarılıbsa, bu hansı tarixdə, hansı normativ hüquqi akta, normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirildi? 4. Əgər dövriyyədən çıxarılıbsa, məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi məlumat kütləvi informasiya vasitələrində dərc olunubmu? 5. Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyanın miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? İkinci xəbər, diqqət edin, məhkəmə öz qərarında vətəndaşların mülkiyyət hüququnu tanıyır, lakin özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı üçün 1 illik kompensasiya müddəti ötürülüb və hüquqlarını itiriblər, yazıb. Bildiyiniz kimi kompensasiya müddəti ancaq və ancaq dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığı andan hesablana bilər. Məhkəmələrdə Dövlət Əmlak Komitəsi nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan şifahi sözlə özəlləşdirmə çeklərini cənab prezident dövriyyədən çıxarıb deyirlər. Burada sual olunur ki, cənab prezident öz fərmanı ilə qanunla qoyulan qanunvericilik qaydasını pozubmu? Belə ki, qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına qanunla cavabdeh olan və nəzarət edən ali dövlət orqanı, yəni Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatası tərəfindən özəlləşdirmə çeklərini dövriyyədən çıxarmayıbsa, necə ola bilər ki, məhkəmədə hakimlər heç bir rəsmi dövlət sənədi olmadan şifahi söz əsasında qərar verir, çeklərin dövriyyədən çıxarıldığını qəbul etdirir? Axı cənab prezident öz fərmanında 2011-ci il yanvarın 1-nə qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır yazmayıb. Cənab prezident fərmanda açıq-aydın göstərib ki, çeklər qanunvericiliklə dövriyyədən çıxarılır. Şikayətçilər hesab edir ki, Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri qanunvericiliyi pozaraq cənab prezidentin fərmanını öz istədikləri kimi, yəni çekləri prezident dövriyyədən çıxarıb kimi yozaraq, heç bir hüquqi fakta və sənədə əsaslanmadan şifahi olaraq deyilmiş sözə əsasən qərar çıxardaraq çeklərin cənab prezidentin fərmanı ilə dövriyyədən çıxarıldığını qəbul etməsi cənab prezidenti və xalqa qarşı qəbul edilməz addımdır. Bu prezidentin adına, şərəf və ləyaqətinə ləkə salmaq istəyən oliqarx məmurların dövlət xəyanətidir. Bu oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, uzun illərdir xalqın onlara qarşı olan nifrətini, söyüş və qarğışlarını cənab prezidentin üzərinə yönəltsinlər. Dostlar, biz məhkəmələrə təqdim etdiyimiz ali dövlət orqanlarının rəsmi sənədləri ilə özəlləşdirmə çeklərinin dövriyyədə olduğunu təsdiq etdik. Belə ki, 2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi 2 rəsmi cavab məktubunda deyilir ki, dövriyyədə olan döçlərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatdığını, ancaq dövlət özəlləşdirmə paylarının, çeklərinin dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilmədiyini və bu səbəbdən 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə ödəniş vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur. Dostlar, məhkəmələr yalan olaraq özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığı barədə şifahi söz əsasında verdiyi qərarı rəsmi dövlət sənədləri ilə əsaslandırmalı idi. Çünki bu qanunların tələbidir. Əgər bu yalan məlumatdırsa, bu cinayətdir və xalqın aldadılması, xalqa qarşı xəyanət və düşmənçilikdir. Əgər çeklər qanunvericiliklə dövriyyədən çıxarılmayıbsa, məhkəmə şifahi söz əsasında heç bir rəsmi sənəd olmadan necə qərar verə bilər? Biz əvvəlki məhkəmə iclasları zamanı video çəkilişlə olub. Dəfələrlə xahiş və tələb etdik ki, əgər özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması qaydalarına və nəzarətinə qanunvericiliklə cavabdeh olan ali dövlət orqanlarının rəsmi sənədlərinə inanmırsınızsa, onda düzgün məhkəmə qərarı üçün informasiya xarakterli bu suallara cavabdehlər mütləq cavab verməli və rəsmi sənədlərdə təsdiqi olmalıdır. Məhkəmələrdə hakimlər və vətəndaşların informasiya əldə etmək hüquqlarını təmin etmədi. Heç bir sualımıza nə şifahi, nə də rəsmi sənədlə cavab verilmədi. Şifahi söz ilə deyilmiş bir yalana hüquqi qüvvə vermək istəyənlər məhkəmə sisteminin adına qara ləkə, dövlətçiliyə, cənab prezidentə və xalqa qarşı xəyanət və cinayət edənlərdir.
Daha bir şad xəbər. Özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının yalan olduğunu və məhkəmə qərarının cinayət olduğunu Əmlak Komitəsinin rəsmiləri öz rəsmi məktubu ilə sübut etdi. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti tərəfindən özəlləşdirmə çeklərini satmayan bir qrup şəhid anaları və müharibə veteranları tərəfindən verilmiş ərizəyə əvvəl dediyim 5 suala cavab olaraq yazdıqları 20 may 2025-ci il tarixli rəsmi məktubunda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığı aydın görünür. Yəni şikayət məktubunda olan 5 suala cavab olaraq onlar ancaq və ancaq özəlləşdirmə çeklərinin tədavül və tədiyyə vasitəsi kimi istifadə müddətinin 01.01.2011-ci ildə başa çatdığı yazırlar. Çeklərin dövriyyədən çıxarılması yazılmayıb. Diqqət edin ki, verilən 5 suala bu cavab 2025-ci il 20 mayda verilib, yəni məhkəmə qərarından sonra. Məhkəmədə şifahi olaraq özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb. Deyilən yalan öz təsdiqini tapmadı. Bu isə məhkəmə cinayəti deməkdir. Ümumiyyətlə hamı bilir ki, çeklər qanunvericiliklə dövriyyədən çıxarılmayıb. Hətta əvvəl də dediyimiz kimi, prezidentin köməkçisi Kərəm Həsənov, Mərkəzi Bankın şöbə müdirləri Yusif Məmmədov və Murad Məmmədov da vətəndaşları qəbul edən zaman bunu etiraf ediblər. Bəs məhkəmələrə kimlər təzyiq edir ki, onlar gözlərini yumaraq bu cinayətin şəriki olurlar. Məhkəmələrin köməyi ilə şifahi sözələ deyilmiş, bir yalana hüquqi qüvvə vermək istəyən oliqarx məmurlar, məhkəmələr və vicdansız hakimlər vasitəsilə öz cinayətlərini cənab prezidentin üstünə atmaq istəyirlər. Bu isə mütəşəkkil cinayət kimi cənab prezidentə və xalqa qarşı düşmənçilikdir. Paylaşın dostlar, aldanmayın, çeklərinizi satmayın, yorulduq deməyin. Haqq və ədalət üçün yorulmadan mübarizə aparmaq lazımdır. Ümid edirik ki, siz sosial şəbəkələrdə paylaşanda hansısa qeyrətli məmura rast gələr və cənab prezidentə düzgün məlumat verəcək. Allah böyükdür.